Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmaîn. Qəlblərin islahı barədə burada şeyh buyurur ki, əsas olan qəlbdir. Əsas olan qəlbdir. Bu barədə hədis gətirir. Numan İbn Bəşirdən gələn hədis buyurur ki, mən eşitdim Rasulullah s.a.v. belə buyurur. Və sahabe bu hədisi deyərək parmaqları ilə qulaqlarına işarə edir. Yəni bu ilə demək istəyir ki, mən bu qulaqlarımla eşitdim, yəni. Və Peyğəmbərimiz s.a.v. hədisini danışır, deyir ki, həqiqətən halallar məlumdur və haramlar da məlumdur. Onların arasında olan şeylər şübhəli şeylərdir. Onları da bir çox insanlar bilmirlər. Kim şübhəli olan şeylərdən uzaq durarsa, artıq öz dinini və irzini qorumuşdur. Əgər kim şübhəli olan şeylərə düşərsə, artıq harama düşmüşdür. Necə ki, çoban qoruğun kənarında qoyun oturan çoban kimidir. Və deyir ki, Peyğəmbər s.ə.v. o az qalsın ki, az qala ki, qoyunlarını o qoruqda otarsın. Və Peyğəmbər s.ə.v. deyir ki, bilin ki, hər bir padişahın qoruğu var və Allahın qoruğu da onun haramlarıdır. Və bilin ki, hər bir bədəndə və bilin ki, bədəndə bir ət parçası var. Əgər o islah olarsa, düzələrsə, bütün bədən islah olar. Əgər o pozularsa, bütün bədən pozular. Və deyir ki, bilin ki, o da qəlbdir. Və şeyx deyir ki, bu hədis qəlblərin islahı babında bu məsələdə əzəmətli bir əsildir, bu hədis. Çünki əzaların islah olması, düzəlməsi qəlbə görədir. Əzaların pozulması da yenə qəlbə görədir. İbn Teymiyyə rahimehullah deyir ki, ümumilikdə belədir ki, qəlb əsas olandır. Necə ki, Əbu Hüreyrənin buyurduğu kimi qəlb padişahdır, əzalar isə qoşundur. Onun qoşunudur. Əgər padişah yaxşı olarsa, qoşun da yaxşı olar. Əgər padişah pis olarsa, qoşun da pis olar. Və deyir ki, bu da Numan İbn Bəşirin hədisində olduğu kimidir. Başqa hədisdə Peyğəmbərimiz s.ə.v. deyir ki, hər bədəndə bir ət parçası var. Əgər o islah olarsa, düzələrsə, bütün bədən düzələr, islah olar. Əgər o pozularsa, bütün bədən pozular. Və bilin ki, o da qəlbdir. Və qəlbin islah olması, onun pozulması yenə buna bağlıdır. Yəni, əzaların islah olması və onun pozulması, fəsad olması, yəni qəlbə görədir. Və qəlb elədir ki, birinci lazımdır ki, əzaların etdiyi əməlləri gərək qəlb birinci dərk etsin. Qəlb bunu bilsin, dərk etsin. Çünki qəlb əsas olandır. Əməllərin özündə qəlb əsasdır. Çünki əməllər qəlbdən, belə baxanda qəlbdən gəlir. Yəni, insanın etdiyi əmr olunan şeylər, qadağan olan şeylərdən çəkinməsi, bu kimi şeylər, yəni insanın qəlbinə görə ona savab və yaxud savablar, yəni ona görə yazılır. İtaət savabı, yəni ona görə yazılır. Yəni əgər qəlbdə əgər insana etdiyi əmələ qarşı nifrət varsa, əməli eləyir, lakin qəlbində nifrət var, Allah qorusun, belə bir əməl necə qəbul olunsun? Ona görə o özü ilə onun üçün bir sahibi üçün bir asilik olur, bir günah olur. Əməl edir, lakin bununla yanaşı günah da qazanır. Çünki Allah Teala bədbəxtlər barədə Quranda deyir ki, وَلَا صَدَّقَ وَلَا صَلَّى وَلَكِنْ كَذَّبَ وَتَوَلَّى O nə təsdiq etmədi, nə də namaz qılmadı, lakin yalanladı və üz döndərdi. Amma xoşbəxt insanlar barədə Allah Teala buyurur ki, İnnellezîne âmenû ve amilussâlihat Həqiqətən iman gətirənlər və salih əməllər işləyənlər. Və şeyh buyurur ki, əmr olunan şeylər iki növdür. Və sonra danışır ki, yəni zahiri əməllər var. Əzalarda olan, zahirdə görsənən əməllər. Deyir ki, o da, yəni, orada olan əməllər də qəlbin bilməsinə görə, qəlbin iradəsinə görədir, qəlbin istəməsinə görədir. Çünki qəlb əsas olan qəlbdir. İstəyir dəstəmaz olsun, yuyunmaq olsun,
namazın hərəkətləri olsun, qiyamdır, rukudur, səcdədir, həc əməlləri olsun, ərəfədə durmaqdır, tavafdır, o kimi şeylər. Yəni sözlər olsun, istəyir sözlər də olsa belə, yenə orada əsas qəlb nə dediyini bilməsi, qəlbin yəni nə dediyini bilməsi lazımdır. Yəni dilin nə söyləməsini qəlb gərək bilsin. Nəyi qəsd etdiyini, sahibinin deyək, nəyi qəsd etdiyini qəlb gərək bilməlidir. Dərk etməlidir. Çünki olunan əməldən insana savab qəlbinə görədir, onun niyyətinə görədir. Və şeyh buyurur ki, bununla da məlum olmuş olur ki, bütün əməllərdə, bütün feillərdə, bütün sözlərdə, hərəkətlərdə, sözlərdə əsas olan qəlbdir. İstəyir zahirdə olan əməllər olsun, yenə də orada o əməlləri qəlbin bilməsi, tanıması, qəlbin qəsd etməsi lazımdır. İstəyir buyurulan, əmr olunan sözlər olsun. Bu əməllərdə də, yəni bu sözlərdə də gərək lazımdır ki, qəlbin onun bilməsi, onu tanıması və ona olan qəsdi, yəni qəlbin qəsdi, yəni burada mühümdür. Və şeyh buyurur ki, bununla da bilinmiş olur ki, əgər iman qəlb əgər imanla düzələrsə, qəlbdə iman olarsa, Allaha olan sevgi olarsa, ona olan təzim, ondan olan qorxu, ona olan ümid, təvəkkül, Allahın dininə qarşı, Allahın dininə ixlaslı olmaq, bu kimi şeylər olarsa, deyir ki, əzalar yəni yaxşılaşar və islah olar. Hətta yəni zahirdə görünən bütün əməllər, yəni yuxarıda sayılan bu şeylərə görədir. Onlar onunla tamamlanır. Allah'a olan iman, ona olan sevgi, təzim, Allahdan olan qorxu, ümid, təvəkkül, ixlas, bu kimi şeylərlə zahirdə olan əməllər tamamlanır. Amma bunlarsız insan zahirdə olan, üzdə görünən əməlləri insan edərsə, yəni Allah qorusun, şeyh deyir ki, bu, yəni belə olmaq, yəni münafiqin halıdır, Allah qorusun. İnsan gərək qəlbinə diqqət eləsin. Və şeyh buyurur ki, qəlbin hökmləri, qəlbə aid olan hökmləri bilmək daha mühümdür, əzalara aid olan hökmləri bilməkdən. Çünki əsl olan onlardır. Amma əzalarla bağlı olan hökmlər ondan sonra gəlir. Və qəlb elə bir yerdir ki, Allah Taala'nın baxdığı yerdir. Allah Taala'nın baxdığı yer qəlbdir. Necə ki, gələn hədisdə gəlir, Əbu Hüreyrədən rivayət olan hədis, Peyğəmbər s.ə.v belə buyurdu ki, İnnəlləhə lə yanduru ilə əcsədikum. Allah Taala sizin bədənlərinizə baxmaz və sizin surətlərinizə baxmaz, lakin Allah sizin qəlblərinizə baxar. Və Peyğəmbərimiz s.ə.v və belə deyərək sinəsinə işarə edir, sinəsinə. Və başqa hədisdə gələn Əbu Hüreyrədən deyir ki, Peyğəmbər s.ə.v belə buyurdu, təqva buradadır. Və Peyğəmbərimiz s.ə.v bunu 3 dəfə deyir, təqva buradadır və beləcə sinəsinə işarə edir. Yəni təqva da nədir? Təqva da əmirlərin yerinə yetirilməsi, qadağan olan şeylərdən də çəkinmək. Əmirləri yerinə yetirmək və qadağan olan şeylərdən çəkinmək. Yəni Peyğəmbərimiz s.ə.v bunu qəlbinə işarə edib deyir. Belə baxanda zahiri əməllərdə də var. Əmirləri yerinə yetirmək, qadağanlardan çəkinmək, zahiri əməllərdə var bu. Amma Peyğəmbərimiz s.ə.v bunu qəlbinə, sinəsinə işarə eləməklə demək istəyir ki, yəni əsas budur, yəni qəlbdə birinci olmalıdır. Qadağanlardan çəkinmək və əmrləri yerinə yetirmək qəlbdə olmalıdır ki, yəni əzalarda olan da doğru olsun. Allahın sevdiyi və razı qaldığı kimi olsun. Şeyh deyir ki, qəlblər əsas olandır. Qəlblər əsasdır. Deyir ki, əgər qəlblər Allahın təqvası üzərində düz olarsa,
haqq olarsa, doğru olarsa, sadiq olarsa, deyir ki, əzalar da düz olar. Əzalar da hamısı düz olar Allah'a itaət üzərində. Və beləcə Allahın razılığını istəyərlər. Allah Teala ucadır. Və başqa hədisdə gələn Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, qulun imanı düz olmaz, doğru olmaz, onun qəlbi doğru olmadıkça. Qulun imanı doğru olmaz, onun qəlbi doğru olmadıkça. İndi Hafiz ibn Rəcəb buyurur ki, Allah onu rəhmət eləsin. Deyir ki, burada imanın düzgün olması, hədisdə keçən imanın düzgün olması, bundan məqsəd odur ki, yəni zahirdə görünən əməllərin düzgün olması. Çünki əzaların əməlləri yalnız qəlbin düz olmasıyla düz olur. Və mən istiqamətin, qəlbin deyir düzgün olması isə bundan olan qəsd hədisdə olan ki, qəlbin düzgün olması o deməkdir ki, yəni qəlbin Allaha olan sevgi ilə dolu olması, Allaha olan itaətə qarşı sevgi ilə dolu olması və asiliyə qarşı nifrətlə qəlbin dolu olması. Yəni qəlbin düzgün olması budur. Allaha olan sevgi ilə dolu olsun, Allaha olan itaətə qarşı olan sevgi ilə dolu olsun və Allaha olan asiliyə qarşı nifrətlə dolu olsun. Və burada deyir ki, Həsən bir kişiyə belə buyurdu. Həsən, inşallah ki, Həsən Basridir. Deyir ki, bir kişiyə deyir ki, qəlbini müalicə elə. Çünki qullarda Allahın ən çox qullardan ən çox istədiyi, yəni qullarda Allahın ən çox istədiyi o baxdığı, yəni yer onların qəlblərinin islahıdır. Yəni islah olan qəlblərinə Allah Taala'nın ehtiyacı var. Yəni Allah Taala'nın muradı onlardan Allah Taala'nın istədiyi, Allah Taala'nın onlardan tələb etdiyi onların qəlblərinin düzəlməsidir. Və deyir ki, qəlblər də nə vaxt düzəlir, islah olur. Deyir ki, orada Allahı tanımaq qərar tutarsa, Allahı təzim etmək orada qərar tutarsa, Allaha olan sevgi orada qərar tutarsa, Allahdan olan qorxu qərar tutarsa, Allahdan çəkinmək orada qərar tutarsa, Allaha olan ümid, Allaha olan təvəkkül, bu şeylər orada qərar tutarsa. Və deyir, bunlarla qəlb dolu olarsa. Və sonra şeyx deyir ki, tövhidin həqiqəti budur. Yəni tövhid, bu özü tövhiddir yəni. Və bu la ilahə illallahın mənasıdır. Və deyir ki, qəlblər nə vaxt islah olur? Qəlblər o vaxt islah olur ki, onun ibadət etdiyi, onun tanıdığı, onun sevdiyi, onların tanıdığı, yəni qəlbin tanıdığı, qəlbin sevdiyi, qəlbin qorxduğu tək olan Allah olsun. O vaxtda yəni qəlb islah olur. وَلَوْ كَانَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَٰهٌ يُؤَلَّهُ سِوَى اللّٰهِ لَفَسَدَ. Deyir ki, əgər göylərdə və yerdə Allahdan qeyri ibadət olunan ilah olsaydı, yerlər və göylər pozulardı, fəsada uğrayardı. Necə ki, Allah Teala öz kitabında buyurur ki, وَلَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللّٰهُ لَفَسَدَتَا. Əgər onlarda, yerlərdə və göylərdə Allahdan başqa ilahlər olsaydı, onlar fəsada uğrayardı, pozulardı. Və şeyx deyir ki, bununla da bilinir ki, yəni istəyir yuxarı aləm olsun, istəyir aşağı aləm olsun, onlar hər ikisi birlikdə onların islahı mümkündür. Yalnız onların hamısının qəlblərin hərəkətə gəlməsi yalnız Allah üçün olanda onların islah olması mümkündür. Deyir ki, bədəndə olan hərəkətlər qəlbdə olan hərəkətlərə tabidir və qəlbin iradəsinə, istəyinə tabidir. Əgər qəlbin iradəsi və onun hərəkəti
yalnız Allah üçün olarsa fəqad salaha və salahat hərəkətul cəsəd. Deyir, belə olarsa bədənin də hərəkətləri islah olar, düzələr. Əgər qəlbdə olan hərəkət, qəlbin hərəkətə gəlməsi Allahdan qeyrisi üçün olarsa, yəni əzalarda olan bu hərəkətlərin hamısı da pozular. Peyğəmbər sallallahu gələn başqa hədisdə buyurulur ki, kim Allah üçün verərsə, kim Allah üçün mane olarsa, kim Allah üçün sevərsə, kim Allah üçün qəzəblənərsə, artıq imanını kamilləşdirmişdir. Və həqiqətən bu hədis, yəni imanın kamilliyini, imanın şirinliyini dadmaq. Yəni bu halda insan imanın şirinliyini dadır. Bu yəni böyük bir əzəmətli hədisdir. Və mə'nə hədə ənə hərəkətil qalb vəl civarih. Və deyir ki, bu hədisin mənası odur ki, qəlbin hərəkətləri və əzaların hərəkətləri hamısı Allah üçün olarsa, qulun imanı onda kamilləşir. Qəlbdə olan hərəkətlər, əzalarda olan bütün hərəkətlər yalnız Allah üçün olarsa, onda qulun imanı kamilləşir. Həm zahiri, həm də batini baxımdan. Əgər deyir ki, qəlb salih olarsa, orada yalnız Allahın istəyi və orada yalnız Allahın sevdiyi şeylərə qarşı istək, Allahın istədiyi şeylərə istək olarsa, deyir ki, əzalar da yalnız Allahın sevdiyi, istədiyi şeylərə qarşı əzalar da yəni yönələr. Və beləcə Allahın razılıq aldığı şeylərə tələsər və Allahın istəmədiyi şeylərdən uzaq durar və qəlb qorxar. Allahın sevmədiyi şeyi etməkdən qəlb qorxar. Qəlb qorxar, hətta bunu yəqinliklə bilməsə də, yəni şeyx demək istəyir ki, yəni insanın qəlbinin islah olması elədir ki, qəlb islah olarsa, düzələrsə, yəni insan səbəb olur ki, şübhəli şeylərdən də Allah təala onu qoruyur. Qəlbin islah olması, düzəlməsi insanı şübhəli şeylərdən də qoruyur. Görürsən ki, bəzən insan özü də hiss eləmir. Özü də hiss etmədən Allah təala qoruyur onu. Şübhəli şeylərdən də çəkindirir, qoruyur. Və şeyh buyurur ki, وَلِهَذَا فَإِنَّ əmr istiqamətil qalb əmr. Deyir ki, qəlbin düzəlməsi, düz olması əzəmətli, böyük bir işdir. Çünki bir çox insanlar var, deyir, zahiri əməllərlə maraqlanır, amma qəlbi ilə, yəni qəlbdə olan şeylərə qarşı amma qafildir. Yəni qəlbinin Allaha qarşı yönəlməsi bu şeylərdən yəni qafildir. Yəni qəlbdə olan əməllərdən qafildir, qəlbindən qafildir. Və bu da səbəb olur, insan zahiri ilə maraqlanır, qəlbi ilə maraqlanmaması, batini ilə maraqlanmaması səbəb olur ki, insan, yəni o qəlbdə olan xəstəliklər var. İnsan o şeylərdən uzaq ola bilmir, yəni. Qəlbdə olan xəstəliklər insana baş verir. Və qəlb elədir ki, qəlblər elədir ki, deyir, ora xəstəliklər yavaş-yavaş girir. Xəstəliklər yavaş-yavaş ora girir və orada olan imanı zəiflətir, naqisləşdirir. Orada olan din, orada olan itaət, bu kimi şeylərə deyir ki, bu ora girən xəstəliklər o şeyləri zəiflətir, zəif salır. Və buna görə də فَإِنَّ مِنَ الْاِسْتِقَامَةِ عَلَى طَاعَةِ. Ona görə də Allaha itaət üzərində düzgün olmaqdan olan şeylərdir. Yəni Allaha itaət üzərində durmaqdandır ki, yəni bir insanın yəni qəlbinin müalicəsi ilə buna qarşı həris olmağı. Yəni bir insanın qəlbində olan xəstəliklərin müalicəsinə həris olmağı onun Allahın itaətində düz dayanmağından olan bir şeylərdir.
Və deyir ki, necə ki bədənləri, bədəndə yəni xəstəliklər olduğu kimi qəlbdə də xəstəliklər var. Və deyir ki, qəlbin xəstəlikləri bədəndə olan xəstəliklərdən daha şiddətli və daha təhlükəlidir. Və şeyx burada buyurur, deyir ki, ən çox maraqlanılması lazım olan şey odur ki, insanın qəlbinə qarşı üz tutması, yəni qəlbinlə maraqlanması, qəlbinin salamat olmağı ilə maraqlanması, bu xəstəliklərdən salamat olmağı ilə maraqlanması, ən çox maraqlanılması şey, yəni bu şeydir. Və də əlləzi yənfəulə. Və bu şeydir insana, yəni qula, yəni Allah Teala ilə yəni qarşılaşdığı zaman ona ən böyük mənfəət verəsi şey, yəni budur. Qəlbinin salamat olması. Hansı ki Allah Teala'nın qarşısında duracaq. Allah Teala buyurur ki: "Yevme la yenfa'u malun ve la banun illa men etallaha bi kalbin selim." O gün nə mal, nə övladlar mənfəət verməz, yalnız Allaha salamat qəlblə gələndən başqa. Allah Teala qəlbimizi öz dini üzərində sabit eləsin və bizi tövhid və sünnə üzərində Allah Teala sabit etsin. Subhanakallahumma ve bihamdike eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.